Xəlifələrdən biri Rafizilərdən 2 nəfəri sorğu suala çəkərək belə dedi: "Vallahi, sizə Əbu Bəkir və Öməri təhqir etməyə zövq edən səbəbi mənə deməsəniz, sizi öldürəcəyəm." Onlar bunu deməkdən imtina etdikdə, xəlifə birisini önə çəkib boynunu vurdu. Sonra digərinə tərəf dönüb, "Vallahi səbəbini deməsən, yoldaşına etdiyimi sənə də edəcəyəm" dedi. Həmən Rafizi belə dedi: "Bəs səbəbini desəm, məni azad edəcəksənmi?" Xəlifə dedi ki, "Bəli, səni azad edəcəyəm." Həmən adam belə dedi: "Biz əslində Allah Rəsulu sallallahu aleyhi və səlləmə hədəf seçmək istədik. İstədik ki, onu hədəf seçək. Ancaq bu məsələdə insanlar bizə tabi olmazlar dedik. Buna görə Əbu Bəkir və Öməri hədəf seçdik və insanlar bizə tabi oldular." Muhammed bin Yusuf Əl-Firyabi buyurur ki, "Mən Cəhmiyyəni və Rafizini ancaq zındıq görürəm." Yəni Abdullah bin Əhməd Əs-Sünənində səhih rivayətdə buyurur ki, Ali bin Əbu Talib radiyallahu anhu belə demişdir: "Mənə görə 2 nəfər həlak olacaq. Məni həddən çox sevib şişirdən və mənə nifrət edib iftira atan."